Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 8 aprel 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Tərməz. Qəzetimizin bugünə olan buraxılışı 16 səhifədən ibarətdir. İlk səhifəmizdə isə Modern Azərbaycan, çox tərəfli strateji inkişaf, yüksələn nüfuz başlığı ilə yazımız dərc edilib. Müstəqil Azərbaycanın strateji inkişaf strategiyası çox şaxəlidir, kompleks istiqamətlərə ehtiva edir və dünya miqyasında dinamik inkişaf tempinə malik ölkələr sırasında öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Bu ölkəmizin yüksələn nüfuzuna yeni stimul verir. Qəzetimizin ikinci səhifəsində isə Azərbaycan Respublikası Prezidentinin fərmanları dərc edilib. O cümlədən bu səhifədə Konstitusiya Məhkəməsi plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciət əsasında qərar qəbul edilib başlığı ilə məlumatda yer alıb. Qəzetimizin üçüncü səhifəsində isə tarixi və müasirliyi ehtiva edəcək şəhər başlığı ilə olduqca əhatəli bir yazı dərc edilib ki, bu yazı gələcəyə aparan yollar, hərbi qələbədən dinc quruculuğa, yeni şəhərdə 100 min nəfər yaşayacaq, istehsal müəssisələri işə salınıb alt başlıqları ilə vurğulanıb. Həmçinin bildirilir ki, bugün Ağdamda həm qürur verici, həm də təzadlı bir mənzərə yaranıb. Qədim şəhərin xarabalıqları arasında yeni binalar, Ağdam Cümə Məscidinin restavrasiyadan sonraki heyran edici gözəlliyi, yasəmən çiçəklərinin ətri, yaz yağışından sonra ətrafa çökən saflıq, tikən, quran insanların qüruru, digər tərəfdən isə uçuq divarlar, dağıdılmış yollar, kol-kos basmış küçələr. İndi burada mənfur düşmənin kirli caynaqlarının izlərini məhv etmək üçün böyük mücadilə başlayıb. Ağıllı şəhər layihəsi əsasında yeni və modern bir megapolis inşa edilir. Qafqazın Xirosiması kimi tanınan Ağdam regionun ən gözəl şəhərlərindən birinə çevrilir. Müstəqilliyimiz əbədidir. El gücünün qarşısında heç bir qüvvə dayana bilməz başlıqlı yazı isə 4-cü səhifədə yer alıb. Heydər Əliyev, Müstəqilliyimiz əbədidir. Çox cildliyinin təkrar nəşrinin 5-ci kitabı çapdan çıxıb. Bu kitabda yer alan materiallar 1994-cü il oktyabrın 3-dən dekabrın 9-na dək olan dövrü əhatə edir. Nəşrə olunan Heydər Əliyevin çıxışları, nitqləri, bəyanatları, müsahibələri, məktubları daxil edilib. 5-ci səhifəmizdə günün siyasi nəbzi tutulub. Bu səhifədəki rəylər və mülahizələr hissəsində isə ölkəmiz Pan-Avropa qaz təchizatçısıdır. Etibarlı tərəfdaş kimi gelişlənən mövqe başlıqları ilə məlumatlar dərc olunub. Həmçinin enerji siyasətində məsuliyyətli və konstruktiv yanaşma başlıqlı yazımızda qeyd olunur ki, Cənub Qaz Dəhlizi layihəsinin uğurla başa çatdırılması Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, ölkəmiz etibarlı enerji tərəfdaşı kimi tanıdıb. Bu dəhliz həmçinin region ölkələri arasında iqtisadi və siyasi əməkdaşlıq üçün yeni bir platforma yaradıb. Ölkəmizin bu təşəbbüsü əslində yalnız infrastruktur sahəsinə aid texniki layihə deyil, qlobal enerji siyasətində balansı qoruyan, sabitlik və təhlükəsizliyə töhfə verən bir strateji modeldir. 6-cı səhifəmizdə isə günün siyasi nəbzi rubrikasında enerji üzərində geosiyasi hesablaşma, Baltikyanı ölkələrin Breldən çıxışı və Avropanın yeni enerji arxitekturası başlığı ilə yazımız dərc olunub. Bir müddət əvvəl Baltikyanı ölkələr Litva, Latviya və Estoniya enerji təhlükəsizliyinin və müstəqilliyin təmin olunması istiqamətində mühüm strateji addım ataraq uzun illərdir fəaliyyət göstərən Rusiya tərəfindən idarə olunan Brel, yəni Belarus, Rusiya, Estoniya, Latviya, Litva enerji sistemindən tam şəkildə ayrılıb Avropanın kontinental sinkron enerji şəbəkəsinə qoşuldular. Baltikyanı ölkələr sözgedən prosesə Avropa İttifaqının enerji sistemində qoşulan son üç dövlətlər hesab olunur. Qərbi Azərbaycan 20-ci əsrin bəlası deportasiya rubrikasına həsr olunmuş yazılar isə 7-ci səhifəmizdə yer alıb. Bu yazıların başlıqlarını sizə təqdim edirik. Ağbaba mahalından xatirələrim. Qərbi Azərbaycan el sənətkarı Aşıq İslam Yusifov, torpağına, yurduna bağlı aşıq. Qara kilsə Zəngəzur mahalının füsunkar güşələrindən idi. Tarixi, siyasi və hüquqi yaddaşa yazılan mühüm mərhələ. Bu yazı isə 8-ci səhifəmizdə dərc edilib. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində separatçıların silahlı qalıqları tərk silah edildi. Qanunsuz qurum ləğv olundu və tarixə dəmir yumruq adı ilə düşən prosesin yeni ədalət mərhələsi başlandı. Onların bir zamanlar lider adlandırılan simaları Arkadi Qukasyan, Bako Saakyan, Aray Karutunyan və milyarder Ruben Vardaryan bugün Azərbaycan məhkəməsində cavab verirlər.
Bu məhkəmə prosesi ədalətinin reabilitasiyasıdır. Çünki uzun illər ərzində beynəlxalq hüquq prinsipləri müxtəlif siyasi maraqlar naminə ya görməməzlikdən gəlinmiş, ya da məqsədli şəkildə təhrif edilmişdi. 9-cu səhifəmizdə də günün siyasi nəbzi tutulub. Bu hissədə isə mina terroruna qarşı mübarizədə qlobal həmrəylik gücləndirilməlidir başlığı ilə yazı yer alıb. Aprelin 4-də Almaniyada fəaliyyət göstərən Avropa-Azərbaycan Mərkəzi Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təmizləmə Fəaliyyətinə yardım günü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda Ermənistanın mina xəritələrini təqdim etməməsinin prosesi son dərəcə çətinləşdirdiyi və yeni itkilərə səbəb olduğu ictimaiyyətin nəzərinə çatdırılıb. Hadisələr kontekstində rubrikamızda isə 10-cu səhifədə Qərbin nüvə intibahı ilə bağlı böyük planlar başlığı ilə yazı yer alıb. Atom enerjisi Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Finlandiya, Fransa, Macarıstan, Slovakiya, Sloveniya, İspaniya, İsveç, Ukrayna və ABŞ-da daxil olmaqla bir çox ölkələrdə aşağı karbonlu ən böyük istehsal mənbəyidir. Hazırda Avrasiya İqtisadi Komissiyasına üzv olan 20 dövlət atom elektrik stansiyalarını istismar edir. 15 ölkə isə yeni reaktorlar tikir və ya aktiv şəkildə inşasını planlaşdırır. 11-ci səhifəmizdə isə Paşinyanın pir qələbəsi 7 il əvvəlki ssenari təkrarlana bilərmi sualının cavabı verilib. Gümrüdə Vətəndaş Müqaviləsi Partiyası seçicilərin 36,8%-nin səsini toplasa da, bu nəticə real idarə etmə hüququnu təmin etmək üçün yetərli olmadı. Çünki meri seçmək üçün tələb olunan 50%lik elektoral baryer aşılmadı. Siyasi terminologiyada bu cür vəziyyət nominal üstünlük, funksional zəiflik dilemması kimi tanınır. Seçkinin nəticələri Paşinyan və onun siyasi kursu üçün post-inqilab dövrünün legitimlik böhranının başlanğıcı kimi yazılır. 12-ci səhifəmiz isə iqtisadiyyatla bağlı yazılara həsr olunub. İnformasiya mübadiləsində rəqəmsal inqilab. Məhsullarımız xarici bazarda da rəqabətli ilə seçiləcək. Hər damcı su önəmlidir başlıqlı yazılarsa bu səhifədə dərc olunub. 13-cü səhifəmizdəki sosial oriented rubrikasında Türkiyədən xəbər var. Çanaqqalada Azərbaycanlı rəssamın fərdi sərgisi açılıb. Çanaqqala Dəniz Muzeyində Azərbaycanın əməkdar incəsənət xadimi, Yeditepe Universitetinin professoru, Türkiyənin hərbi dəniz qüvvələrinin baş rəssamı Rafiq Əzizin fərdi sərgisi açılıb. Sərgi 18 mart Çanaqqala Dəniz Zəfərinin 110-cu il dönümü münasibəti ilə Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı və Çanaqqala Dəniz Muzeyi tərəfindən inşa olunub. Mədəniyyətlə bağlı yazılar isə 14-cü səhifəmizdə yer alıb. Bu hissədə məşhur tarifaçıları, qısa ömrün tarixə çevrilən məqamları başlığı ilə yazı dərc olunub. Muğamlarımızın istedadlı ifaçısı kimi tanınan Zərif Qayıbov musiqi mədəniyyətimizin tarixində layiqli yer tutur. O həm ifaçılıq, həm pedaqoji, həm də ansambl yönümündə tarixə yazılan işlər görmüş, zəngin və çoxşaxəli fəaliyyəti ilə musiqi mədəniyyət tariximizdə sambanlı iz qoymuşdur. Bu istedadlı tarzən öz ifaçılıq qabiliyyəti ilə həm də xalqımızda Azərbaycançılıq ruhunun aşılanmasında rol oynamışdır. Şərq fəlsəfəsinin poeziyadakı səsi Əfsələddin Xaqani Şirvani haqqında olan bu yazı isə 15-ci səhifəmizdə dərc olunub. Dünya şöhrətli Azərbaycan şairi, mütəfəkkir Xaqani Şirvani 1126-cı ildə Şamaxının Məlhəm kəndində anadan olmuşdur. Xaqani Şirvaninin adına yalnız klassik Azərbaycan və Fars ədəbiyyatının deyil, bütün şərq poeziyasının intellektual və fəlsəfi səhifələrində rast gəlmək mümkündür. Çünki görkəmli şair poeziyanı dərin düşüncənin və ictimai tənqidin ifadə vasitəsinə çevirənlərdən idi. Zaman Xaqaninin poetik məkanı ilə çökmüş səltənətlər, dağılmış ideyalar, doğulmamış ümidlər arasında körpü idi. Son səhifəmizdə isə Azal 33 il səmada başlığı ilə yazı dərc olunub. Həmçinin qəzetimizin son səhifəsi hava haqqında məlumatla da yekunlaşır. Beləliklə bizim sizə bugünlük çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçünsə qəzetimizi izləməyi unutmayın.